Yol kənarında hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə bu gün çox gözəl, möhtəşəm, yüksək keyfiyyətlə inşa olunan 3 mərtəbəli 6 otaqlı həyət evimizi təqdim edirəm. Diqqətlə baxın, yerləşmə yeri baxımından, tikiliş, təmir baxımından, yəni bu qiymətə belə ev hər vaxt satışa çıxmır. Deməli, çölü, qapıyacan yolu, asfalt tam mərkəzi yerdə yerləşir. Məktəb, supermarketlər, əyləncə ticarət mərkəzi, dayanacaq evin 5-10 addımlığındadır. Evin birinci mərtəbəsi hündür zirzəmi və qaraj kimi istifadə olunur və yaşayış ikinci və üçüncü mərtəbədən başlayır ki, ümumilikdə 6 otaqdan ibarətdir. Diqqətlə izləyin, çox gözəl bir evdir. Bu evin alt hissəsidir, qaraj hissəsidir. Evdə hər mərtəbə monolit betondur. Birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə monolit betondur və beton rigerlərdən istifadə olunur. Və gələcəkdə də burada hündürlük imkan verdiyi üçün nəsə bir şərait qurmaq olar, yəni otaq düzəltmək olar. 2-3 maşınlıq qaraj hissəsi, bütün sayğacları quraşdırılıb, kommunalları daimidir, kanalizasiyası mərkəzidir, sənədi isə kupçadır. Evimizin baxın belə bir gözəl bir xarici görünüşü var. Bu evdə, yəni böyük üstünlüklərdən biri nədir? Evin qarşısı, sağı, solu açıqdır. Yəni tək evdir, evə bitişik bir ev yoxdur və qalxaq dəyərli izləyicilərimiz əsas yaşayış olan hissəsi ilə sizləri tanış edim. Deməli, evə daxil olduqda belə bir gözəl giriş hissəsi, sağda yerləşir evimizin gözəl, geniş, işıqlı, fərah bir qonaq otağı. Ümumilikdə istipolla təchiz olunub hər mərtəbəsi. Tavan hündürlüyü standartdan artıqdır. Yüksək səviyyədə iş görülüb. Yəni evdən anlayışı olan, tikinti mütəxəssisi olan gəlib bu evə baxsa, yəni biləcək ki, burada hansı səviyyədə işlər görülüb. Hər mərtəbə, hətta evin dam hissəsi də monolit betondur. Belə ev tapmaq çox çətindir. Qiymətə hörmətli izləyicilərimiz, bu genişlikdə nəhəng, qala üslubunda inşa olunan bu evimizin qiyməti 165 min manatdır. Masazırın mərkəzində Əliağa Vahid heykəlinin tam yaxınlığında yerləşir. Evimizin belə bir gözəl geniş mətbəxi, birinci mərtəbədə yerləşən yataq otağı, birinci mərtəbədə yerləşən sanitar qovşağı, tam təchizat və pləkanların alt hissəsi, kollektor sistemi buradadır. İkinci mərtəbəyə qalxdıqda bizdə burada 4 geniş bir yataq otağı yerləşir və yola bu cür yaxın evlərdə, yəni pəncərələrin qarşısının hamısının açıq olmağı, tək ev olmağı çox çətindir tapmaq. Çox ideal evdir, həqiqətən, yəni sözümə inanın, yəni hər zaman satışda yola bu cür yaxın, bu keyfiyyətdə, bu genişlikdə və bu qiymətə ev satışa çıxmır. Otaqların genişliyinə baxın. Doğrudan da çox gözəl, çox super bir həyət evidir. Allah kim alsa xeyirli etsin, yəni uduzmayacaq. Bura digər otağıdır və sonuncu yataq otağı. Dəyərli izləyicilərimiz, hər mərtəbədə sanitar qovşağı yerləşir. Əlavə məlumat üçün zəng vurub dolğun məlumat əldə edə bilərsiniz.